Mən 2 gün öncə əməliyyat olmuşam. Xüsusi olaraq Anar bəy üçün Polşadan gəlmişəm, Krakov şəhərindən. Oranın səhiyyəsindən yəni razı-narazı deməzdim də, amma qəbula düşmək belə çox çətindir. Xüsusən də xarici vətəndaşlar üçün. Ona görə öz həkimlərimizə üstünlük verdim və yaxşı elədim. Çünki çox operativ bir şəkildə baş verdi. Mən orada işdən qısa müddətli icazə alaraq gəlmişəm bura və qəbula düşdüyüm günü də əməliyyata götürdülər məni, sağ olsunlar. Çox gözəl, rahat şəkildə keçdi əməliyyat. Heç bir ağrı, heç bir narahatçılıq, heç bir həyəcan olmadı. Əməliyyatdan sonra da çox gözəl baxdılar. Sağ olsun Anar bəy də hər gün, hər hər şeylə maraqlandı və düzgün məlumatlar, düzgün məsləhətlər verərək bu gün çox yaxşıyam, şükür. İndi birazdan evə gedirəm və inşallah yaxşı olar. Hələ ki superəm. Bundan belə də super olacağımı düşünürəm. İnşallah. Çox sağ olun. Allah şəfanızı versin. Çox sağ olun. Biz də şadıq ki, bizə güvənmisiniz. Azərbaycan həkiminə güvənib. Orada baxmayaraq ki, sığortalarınız var Bəli. və bizi seçdiniz. Hər zaman qolğuzdayıq. Çox sağ olun, var olun. Təşəkkür edirəm. Var olun. Sağ olun. Allah şəfanızı versin.